İstəyir Azərbaycanda, istəyir Ermənistanda, istəyirsə də Gürcüstanda. Yəni hərə bir cür yozur. Çiçik sözü var, çiçək mənasında, amma Udi dilində də hal-hazırda çiçik kimidir. Əslində çalışmışam özüm ki, belə bir şey Azərbaycanda universitetlərdə ən azından şeydən. Hardansa belə bir kitab çıxacaq. Yəni belə dedik, tapıntılar tapılacaq, onda bilinəcək bunların dili. Sinay palimpsestlərindən sonra biz artıq Mingəçevirdəki yazıları da oxuya bildik. Sola yepiskopu hazırladı. Belə bir şey yazılır. Yazılıb ki, orada mən yox, Tanrının günahkar qulu bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım. Yəni ki, şamdanı hazırlayıb və kilsəyə iyanə verib. Bu məlumat yer alır. Yəni o dilər o vaxtı uzaq bir xatirə, ən azından onların folklorunda, yaddaşında qalıb ki, bizim dövlətimiz nə varsa bərdə tərəflərdə olub. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadə kanalında sizi yenidən xoş gördük. Bu günlər biz yenə də alternativ tarix layihəsi çərçivəsində növbəti verilişimizə çıxırıq. Bu layihənin məqsədi izləyiciləri akademik tarixlə tanış eləməkdir. Yəni, bilirsiniz ki, bu dəqiqə Azərbaycan tarixşünaslığında, ümumiyyətcə tarix mühitində qarmaqarışıq bir vəziyyətdir. Tarixçilər, mən belə istəyirəm prinsip əsasında tarixi öz istədikləri kimi yazırlar və bundan da bizim millətimiz cəmiyyət olaraq əziyyət çəkir. Və bizim məqsədimiz budur ki, nəinki müəllimlər, mənim izləyicilərin məqsədi müəllimdir. Nəinki müəllimlər, eləcə də digər bütün tarix həvəskarları əsl tarixi yanaşma ilə, tarix necə araşdırılır, nə cür həqiqət üzə çıxır, ondan tanış olsun. Və bugünkü qonağımız da çox fenomenal bir şəxsiyyətdir. Cavid ağa, bunu mən səmimi şəkildə deyirəm. Cavid ağa, indi onu izləyənlər bilir, bir neçə dil bilir. Üstəlik, o dillər arasında qədim dillər də var. Və özü də düzdür, ixtisasca tarixçi deyil, lakin mən tam məsuliyyətindən deyirəm, Cavid ağa əsl tarixçidir, onun yanaşması peşəkar yanaşmadır. Çünki onu izləyənlər, onun yazılarla mən şəxsən tanışam. Yəni, bugün Azərbaycan Tarix İnstitutunda və Təhsil İnstitutunda özünə tarixçiyəm deyənlərdən qat-qat savadlı və elmi şəkildə yazır. Onun bir çox sahələr üzrə araşdırmaları var, lakin məni əsas maraqlandıran onun Alban dili və ədəbiyyatı ilə bağlı, Alban dili ilə bağlı. Düzdür, Alban ədəbiyyatı ilə bağlı bizim əlimizdə elə bir şey yoxdur, amma dili ilə bağlı araşdırmaları idi. Və bilirsiniz ki, bu mövzuda Azərbaycanda spekulyasiyalar çoxdur. Günü bugünün özündə də Albanların tarixi saxtalaşdırılır. İstəyir Azərbaycanda, istəyir Ermənistanda, istəyirsə də Gürcüstanda. Yəni, hərə bir cür yozur. Bu, elə bir ki, cehizsiz, belə deyək də, varlı bir ata olur, onun öləndən sonra məsələn mirası qalır, o miras üstündə dava gedir. Bax, bu dəqiqə Albanların mirası elədir və çox spekulyasiyalar var və Cavid ağa da Alban dili üzrə, mən deyərdim ki, Azərbaycanda tək mütəxəssisdir. Yəni, ikinci belə bir adam yoxdur, mən tanımıram. Xoş gördük Cavid bəy. Xoş gördük, xoş gördük. Təşəkkürlər dəvətə görə. Mən bu günləri, bugünkü mövzumuz, biz sizə də əvvəlcədən demişdik, Qafqaz Albaniyası ilə bağlı olacaq. Bilirsiniz ki, bizdə bu Qafqaz Albaniyası ilə bağlı, mən bayaqlarda giriş nitqimdə dedim, çox spekulyasiyalar var. Yəni, Qafqaz Albanlarını xüsusilə də türkləşdirmək cəhdləri var. Mən indi, siz məndən daha yaxşı bilərsiniz bu məsələləri, çünki o vaxt 2009-cu ildə Yost Gibbert və Wolfgang Schulze, həmçinin Zaza Aleksidze, üçünün birgə səyi nəticəsində nəhayət bu Alban yazıları oxundu. Düzdür, bizdə hələ də universitetlərdə keçirlər ki, Alban dili oxunmuyub, ümidləri oraydı da. Alban dili oxunmuyub və s. və ilaxirə və onlar türk mənşəlidir, bunu belə deyirlər. Amma o dil oxunub və mən bildiyim qədərlə sizin həm əsas da Wolfgang Schulze ilə rəhmətə gedib bu yaxınlarda, mən bildiyim qədərlə. Onunla sizin yəni, çox yaxın əlaqələriniz olub və siz səhv etmirəmsə belə oxumuşdum sizin yazılarınızın birində ki, hətta bir proqram yəni, hazırlamışsınız, Alban dilində yazır. Nəsə elə bir şey oxumuşdum deyəsən, elə bir şey yazmışdınız.
Okey, bəzi düzəlişlər verim. Wolfgang Schulze bir neçə il əvvəl rəhmət edib, səhv eləmirəmsə 2 il olar. Amma mən onun həmkarı Joe Skippert, o indi Joe Hamburg Skippert. Universitetindədir. Mən onunla əlaqədəyəm, hələ də mailləşirik. Özü ilə bir dəfə Hamburg Universitetində görüşmüşəm. Əslində ötən həftə də görüşməli idi, amma alınmadı, mənim başqa işlərim çıxdı. Amma o, bəli, hal-hazırda yeni bir şey axtarır. Daha doğrusu yeni bir kitab hazırlayır. Sinay palimpsestləri, Qafqaz albanlarının əlifbası haqqında, İncil və s. Yeni bir, həmin artıq onun bir nəşri çıxıb. Bizdə səhv eləmirəmsə Milli Kitabxanada olmalıdır. Çox böyük bir kitabdır, amma orada çoxlu səhv oxumalar da var. Yəni birinci cəhdi idi onsuz da. Artıq yeni nəşrdə yeni texnika vasitəsilə bir çox yeni oxumalar, düzəlişlər var. Yəni hər gün demək olar ki, yeni bir söz oxuyuruq, yeni bir şey tapırıq. O ki qaldı Azərbaycan universitetlərində. Əslində mən Xarici Dillər Universitetində kiçik bir qrupa leksiya demişəm Alban dili barədə. Xarici Dillər Universitetinin prorektoru Jalə xanım sağ olsun məni dəvət elədi. Əslində çalışmışam özüm ki, belə bir şey Azərbaycanda universitetlərdə ən azından şeydim. Bəzi tədqiqatçılar mənimlə danışıblar, amma onların fokusu nədənsə dilə yox, kilsələrin formasına, arxitekturaya olub ki, bu da danışacağıq bu günləri. O barədə də çoxlu spekulyasiyalar var. Bəzi həqiqətən də, yəni albanlara aid olmayan kilsələri də Alban kilsəsi elan edirlər. O barədə də danışacağıq. Siz zəhmət olmasa izləyicilərə bu Sinay palimpsesti haqqında məlumat verin. Yəni necə oldu ki, Alban dili oxundu ümumiyyətcə? Bu barədə əslində ən birinci Sinay palimpsestlərindən əvvəl biz İlya Abuladzenin kəşfinə baxmalıyıq. İlya Abuladze 1935-ci ildə səhv eləmirəmsə, o Matenadaranda, İrəvanda qədim erməni mətnləri arasında əslində tamamilə başqa bir işlə məşğul olmuş, gürcü mətnləri axtarmış. O araşdırma zamanı bir əlyazma tapıb, hal-hazırki Türkiyədə Van şəhərində bu Thomas Metçoplu Thomas adı verilən Əmir Teymur dövründə olmuş bir bəli, Əmir Teymur dövründə yaşamış bir keşişdir. Onun əmri ilə yazılmış bir əlyazmada orada bir neçə əlifba var. Onların içində Alban əlifbası da var və üzərində erməni hərfləri yazıblar ki, bu Alban əlifbasıdır. Amma əlifbanı təkcə özü kifayət eləmir ki, nəsə oxuyasan da, çünki əlifba var, amma yazı yoxdur, yəni o vaxt tapılmamışdı. Bəli. Ondan sonra bu Sovet araşdırmaçıları, bu Dağıstandakılar, bunlar nə bilim nə girdilər, bütün dağı daşları, kitabxanaları araşdırdılar ki, bəs nəsə bir Alban dilində bir şey tapsınlar. Tapmadılar. Ən yaxın və 60-cı illərdə bu hal-hazırda Mingəçevir su anbarının altında qalan bir Mingəçevir kilsəsi. Orada Azərbaycanlı tədqiqatçılar daşlar tapdılar və üzərində Alban əlifbasına aid olduğu təxmin edilən bir çox artefakt tapdılar. Onda hal-hazırda Tarix Muzeyində saxlanılır. Amma onu yenə oxuya bilməmişlər, çünki çox kiçik bir yəni məlumatdır və o vaxt hələ heç kim bilmirdi ki, Alban əlifbası hansı dil üzərində qurulub. Yəni bir söz belə bilinmirdi ki, deşifr olunsun. Yəni çox kiçik məlumat idi. Daha sonra artıq bu 1971-ci ildə 30 noyabr 1971-ci ildə Sinay yarımadasında müqəddəs Katarina monastırında müqəddəs Georgi kilsəsində bir yanğın baş verdi və orada yanğın zamanı bu gillə hörülmüş divar uçdu və bu divarın arxasında 1100-ə qədər qədim əlyazma tapıldı. İndiyə qədər bilinmirdi belə bir şeyin varlığı və görünür ki, indiyəcən bilinmirmiş. Onlar neçə illər boyu, əsrlər boyu qalıblar orada və ancaq 1984-cü ildə bu
sərf eləməsə indi də Gürcüstanın patriarxıdır 2-ci İlya. Gedəndə həmin monastıra 142 dənə ermənicə zənn edilən, amma əslində gürcücə olduğu üzə çıxan əlyazmalar tapdı və sonra yenidən 90-cı illərdə 94, 96, 2000-ci illər gürcü tədqiqatçılar ora çoxlu tədqiq eləməyə getdilər. Yəni ancaq gürcülər gediblər, Azərbaycandan və yaxud Ermənistandan gedən olmayıb. Çünki onlar inanırdılar ki, bunlar gürcü mətnləridir. Və Zaza Aleksiyevcə orada görür ki, bu mətnin altında bu isinmə, yanğının sayəsində isinmə olanda altda başqa bir mətn çıxıb kimyəvi proseslər sayəsində və başlayıb onu araşdırmağa. Maraqlı gəlib bu gürcü dilindəki əlyazmaları atıb bir qırağa, dedi ki, bu nədir görəsən? Və üzərində müxtəlif texnik üsulları ilə belə foto vasitəsilə oradakı müəyyən sözləri oxumağa çalışıb, dili oxumağa çalışıb və bir söz vasitəsilə artıq o dili ümumiyyətlə deşifrinə başlanılır. Bu sözdə Marakesunuq, yəni ki, mən əziyyət çəkdim sözüdür, ifadəsidir. Bəli, bəli. Bu Həvari Paverin Korinfillərə məktubudur, birinci məktubudur. Və bu Marakesunuq ifadəsi, mən əziyyət çəkdim ifadəsi İncildə ancaq bir yerdə bu qədər təkrarlanır. Və bu bir yerdə bu qədər təkrarlandığı üçün ondan sonrası asan olub. Akesun sözü həm Udi dilində var, həm də Alban dilində var. Bundan sonra bu qarşılaşdırılmalar əsasında dil çözülüb və belə nəticəyə gəlinib ki, bu Sinay palimpsestlərinin mətni tam olaraq Udi dilində olmasa da, yəni böyük bir dövr keçib arasında böyük bir fərq var. Eyni köklü bir dildən gəlir. Yəni ki, ən azından Jos Gipert hal-hazırda belə düşünür ki, Qafqaz albanlarının dili Udi dili ilə eyni kökdəndir. Amma bu o demək deyil ki, Qafqaz albanlarının dili Udi dilinin əcdadıdır. Yəni ki, kimi düşünün. Necə Anadolu türkçəsi ilə Azərbaycan türkçəsi qardaşdırlar, amma onların əcdadı ortaq olub. Belə bir şey düşünün. Bəli, bundan sonra da artıq Sinay palimpsestləri oxunmağa başlayırıq və bizim hal-hazırda əlimizdə İncilin çox böyük bir, Yahya İncilinin çox böyük bir hissəsi var. Yəni tama yaxın. Ətiqdən, Tövratdan müəyyən hissələr qalıb, amma tam deyil. İncilin digər hissələri də qalıb. Amma bunlar tam olaraq İncil kitabı şəklində o vaxt hazırlanmır. Buna leksionariya deyirlər. Yəni ki, müəyyən kilsə tədbirlərində, günlərdə çıxır belə oxuyur, belə molla kimi də deyir ki, bugün plan ayələri oxuyur İncildən. Bəli, xütbə kimi. Müəyyən günlərdə, müəyyən hansısa müqəddəslərin günündə İsa'nın göyə qalxması və s. Bu leksionariyadır əslində. Amma leksionariya kökü İncil olduğu üçün biz buna İncil deyirik. Amma əslində leksionariya demək daha akademik olaraq doğru olar. Belə, tarix belədir, kəşf olunma tarixi. Mən bir şey əlavə edeyim ki, səhv etmirəmsə Şanidze, o 30-cu illərdə ilk dəfə bu yazılar gələndə belə bir ehtimal irəli sürmüşdü ki, indi nə vaxtsa, hardansa belə bir kitab çıxacaq. Yəni belə dedi, tapıntılar tapılacaq, onda bilinəcək bunların dili. Amma 52 əlifbadan ibarət olduğuna görə birbaşa deyirdilər ki, bu dil Qafqaz dil qrupuna aiddir. Çox güman ki, Udinlərin dilinə yaxın dildir. Bunu deyirdilər o vaxtda, amma hələ əlifba oxunmamışdı. Yəni spekulyasiyalar üçün, bizimkilərin spekulyasiyası üçün yer var idi, amma gəlin belə danışaq da, heç Alban əlifbası oxunmasa belə 52 fonem, 52 səs türk dilində yoxdur. Özdə qədim müəlliflər deyirlər ki, bu dildə boğaz səsləri var. Yəni boğaz səsləri də bugünkü hansı xalqların dilində çoxdur? Hansı xalqların dilində çoxdur?
Qafqaz xalqlarının dilində əlbəttə ki, çoxdur və Alban, həmin bu əlifbada da boğaz səsləri çoxdur. Mən hərdən deyirlər ki, mənə filan bir mətn oxu, mən oxuyanda çox çətinlik çəkirəm. Yəni səsləndirməkdə çətinlik çəkirəm. Deyirəm ki, yəni oxuya bilirəm, başa düşürəm əslində burada boğaz olmalıdır, amma alışmamışam o səs çıxarmağa. Belə bir şey soruşum. Bəli. Cavid bəy, belə bir şey soruşum. İzləyicilərə də yəqin maraqlı var. Bəs bunu necə oxudular? Yəni bunu nə cür oxumağa nail oldular? Yəni oxuma prosesi nə cür gedir? Nə bildilər ki, o əlifba budur? Təbii ki, mənə aydındır, mən istəyirəm izləyicilər də bilsin. Bəzi mənə də aydın olan məsələlər var. Onu mən özüm də bilim. Bunun oxunmağa əsas kömək eləyən, təkan verən şey İlya Abuladzenin birinci bu əlifbanı deşifr eləməsi idi və bu Alban hərflərinin həmin yazılanda, bu erməni müəlliflər Alban hərflərini yazanda onun altından ermənicə səslənməsini də yazıblar və yaxud ən yaxın, çünki erməni dilində də boğaz hərfləri yoxdur, boğaz səsləri yoxdur, ona yaxın bir şey tapmaq istəyiblər. Bunun sayəsində əsasən mümkün olub. Bu hərfləri oxuyublar və görüblər ki, bu əlifba, verilən əlifba siyahısına uyğun gəlir. Və bu əlifba siyahısına uyğun gəldiyi üçün digər kölgə, bu yazılmış gürcücə və yaxud ermənicə mətnlərin altındakı bu sonradan üzə çıxmış hərfləri də oxuya bilirlər. Bəzilərində rənglər solğundur. Bunu daha müasir texnika ilə oxumaq bacarıblar. İkinci kitab bununla əlaqəlidir əslində. Bir çox düzəlişlər var. Və hal-hazırda səhv eləmirəmsə bizim əlimizdə 242 səhifə var. Bunlar bəli, kifayət qədər, yəni İncilin ən azından Yahya İncilinin bərpa olunmasında köməkdir. Və leksionariya bunun hardasa yarısıdır. Və bir çox təbii ki, səhifələr var ki, onların böyük bir hissəsi yanıb və biz onu sadəcə rekonstruksiya eləyə bilirik. Necə rekonstruksiya eləyə bilirik? Orada biz bilirik ki, İncildə filan söz, burada filan söz keçir və daha əvvəlki səhifələrdə keçib, çox keçib və əminliklə deyə bilirik ki, hə, bunu belə rekonstruksiya eləmək olar. Və əsas UDI dili ilə onun bənzəşdiyi üçün və qrammatik strukturu da bir çox yerdə üst-üstə düşdüyü üçün, xüsusilə mən eşitməmişəm ki, oxumamışam ki, UDI dilindən başqa bir dildə sun şəkilçisi var. Yəni, hətta Qafqaz dillərində belə onu başqa bir dilə oxşatmaq mümkün deyil. Ən yaxını UDI dilidir. Biz belə bilirik ki, yəni, oxuya bilirik hərfləri. Hələ də 2 dənə hərf var ki, əlifba siyahısında var. Amma biz ona palimpsestlərdə rast gəlməmişik. Əvvəl 3 idi. Amma ən son araşdırmalarda birini tapdıq. Yəni ki, bir hərf aradan çıxdı, 2 hərfi hələ də axtarırıq. Əvvəl bununla bağlı fərqli fərziyyələr mövcud idi ki, bəlkə bu hərflər sadəcə dialektoloji fərqlərdir. Yəni ki, ola bilər ki, bu dilin fərqli dialektləri olub və bu əlifba təkcə bir dil üçün, bir dialekt üçün yox, başqa dialektlər üçün də toplu bir şəkildə istifadə olunub. Necə ki, Anadolu türklərində ə hərfi yoxdur, amma bizdə var belə bir şey. Hələ ki, bu barədə əmin deyilik. Bu 2 hərfi tapanacan bunu bilmirik ki, dəqiq yoxsa yox. Bu sadəcə bir fərziyyədir. Amma ki, biz bunu dəqiq deyə bilmirik. Əlimizdə data olmadığı üçün, sübut olmadığı üçün dəqiq deyə bilmirik. Bu əsl akademik yaraşma belə olmalıdır. Mənim əlimdə sübut yoxsa mən bunu mən belə istəyirəm, bu cür istəyirəm. Yox, akademik yanaşma budur. Əlində hansı fakt varsa, ona əsasən danışırsan. Yoxsa danışmırsan. Yəni əsl elm adamı, elmi yanaşma budur. Yoxsa bizimkilər Saspir sözünü Sabir sözü ilə oxşadıb, türkləri də bura gətirir. Demirəm, təbii ki, mən də türk mənşəliyəm. Siz də o günləri baxdım arxiv sənədlərindən çıxardırsınız. Siz də yəni söhbət ondan getmir. Yəni düzgün tarixi yanaşma olmalıdır ki, yəni budur. Olsun da tutaq ki, Albanlar Qafqaz mənşəli olsun burada. Biz güya nə itiririk ki? Kimsə gəlib, bunlar elə bilir ki, Albanların dili Qafqaz dilli olsa. Mən də tələbə vaxtı elə idim. Yəni türk dilli olduğunu düşünürdüm, elə deyirdim. Söhbət ondan getmir. Amma indi qabağına faktlar qoyandan sonra ki, bu belədir, onu siz necə deyə bilərsiniz ki, elə deyil? Məsələ ondan gedir. Bunlar amma dilçilik barədə
Düz istəyirəm mən dediyiniz şey, dilçilik barədə ən böyük yanlış anlaşılan məqamlardan biri budur ki, insanlar iki dil arasında bənzərlikləri sadəcə oxşar sözlərdən götürürlər, ortaq sözlərdən götürürlər, etimologiyada nələrsə axtarırlar. Buna etimoloji səfsətə deyilir bəzi yerlərdə. Məsələ budur ki, dil təkcə sözlərdən ibarət deyil. Bunun böyük bir qrammatik quruluşu var, cümlə quruluşu var. Burada şəkilçiləri var, unikallıqları var. Alban dilində elə şəkilçilər var ki, o sözə müəyyən çox fərqli çalarlar və mənalar qatır. Məsəl üçün bir obyektə yuxarıdanmı yaxınlaşıldığı, aşağıdanmı yaxınlaşıldığı fərqləndirilir. Biz məsəl üçün nə bilim maşına doğru deyiriksə, burada hər hansı bir aşağıdan, yuxarıdan belə bir şey ifadəsi yoxdur. Biz ora mütləq aşağıdan sözünü əlavə eləməliyik. Alban dilində məsəl üçün bunu şəkilçi ilə, fərqli bir şəkilçi ilə, amma tam ifadə ediblər. Biz buna görə də məsəl üçün Mingəçevir bu Sinay palimpsestləri deşifr olunandan sonra onu oxumaq oldu mu? Yəni o yazıları. Bəli. Bəli, Sinay palimpsestlərindən sonra biz artıq Mingəçevirdəki yazıları da oxuya bildik. Joskiper Türk əlifbası ilə oxuyublar onu, bəziləri onu Runa ilə oxumağa çalışıblar. Deyirlər ki, bu Runa əlifbasıdır, bəziləri var da deyirlər ki, o Runa əlifbasıdır. Bizim Sinay palimpsestləri oxuyandan sonra biz Mingəçevirdə kilsədə tapılmış tarixi abidələri də oxuya bildik. Bunlardan ən böyüyü 70-70 sm ölçüsündəki xaç daşıdır. Bu 1948-ci ildə tapılıb, amma təəssüf ki, zamanla məhv olub. 1959-cu ildə Camilla Trevor həmin fotolar, onun fotosundan tam rekonstruksiya edə bilmişik. Yəni tam olmasa da 80%-ni rekonstruksiya edə bilmişik. Və həmin mətndə mən tərcüməsini deyirəm, belə yazılıb ki, ağamız İsa'nın adı ilə bu sütunun üzərindəki xaç Xosrovun 27-ci ilində sonra böyük bir boşluq var. İlk sözlə oxunulur Serbalın. Daha sonra Sola yepiskopu hazırladı. Belə bir şey yazılır. Xosrov burada Ənuşirvan Xosrov, Sasani hökmdarı onu göstərir bildiyiniz kimi. Cənubi Qafqaz və Sasanilər dövlətin tərkibində idi və bu onu göstərir ki, Xosrovun 27-ci ili nəzərə alsaq ki, 531-ci ildə hakimiyyətə başlayıb. Bu artıq 558-ci ildə, biz buna tam tarix verə bilirik ki, 558-ci ildə hazırlanıb. Və o xaç daşının altında Tovuz quşu simvolu var. Bu da onu göstərir ki, Albanlar İncil vasitəsilə xristianlaşıblar. Və bu mətndəki Çolvin Piskaposen, yəni ki, Sola episkopu, bu həm də İncildən savayı əlimizdə olan yeganə Alban dilində toponimiya nümunəsidir ki, Albanlar Dərbəndə, yəni ermənilərin Çola dediyi yerə onlar çox deyiblər. Üzr istəyirəm, əslinə qalsa burada maraqlı bir fakt meydana gəlir. Bu erməni dilində və mənim bildiyim qədər, mən lingvist deyiləm, amma az-maz özüm oxuduğum qədər erməni dilində və bir də bu Pəhləvi dilində L hərfi və Ğ hərfi dəyişimi var, mən bildiyim qədərilə. Yəni, məsələn, Alban, Bəli. O Çolada, məsələn, çox adına keçməyi, onda belə çıxır, yəni bu tək erməni dilinə xas olan bir şey olmayıb, yoxsa necə? Mən bunu istəyərəm başa düşüm. Yox, sadəcə, yəni, ermənilər həmin sözü Alban dilindən götürüblər, toponimik olduğu üçün. Erməni dilində L hərfi sonradan belə deyim yaranmış bir şeydir. L ermənilərdə sonradan yaranıb. Lazar adı yoxdur, onlar Qazar deyirlər məsəl üçün. Onlarda belə şeylər var. Yəni mən onu demək istəyirəm ki, Alban dilində İncildə olmayan, yəni İncildə nə var? Yerusəlim var, bu İsrail, Fələstin, Suriya, həmin zonaların toponimikası var, amma bu yeganə toponimikasıdır ki, İncildə keçmir və biz bunu bilirik, Alban dilində olan.
Yogun şamdanı adı verilmiş bir şamdan var. Bu 4 üzü var ve 5 sətir var üzərində. Biz də Sinai palimpsestlərindən sonra oxunulub, yazılıb ki, orada mən yox Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım. Yəni ki, şamdanı hazırlayıb və kilsəyə iyanə verib belə. Daha sonra başqa keramik parçalar var, şamdan ayaqları var. Məsəl üçün, onlardan biri öz ya həyat yoldaşı üçün, ya sevgilisi üçün hazırlayıb, yazır ki, orada dəyərlim, sevgilim, bu şamdanı sənin üçün hazırladım. Və orada şəkilcidən bilinir ki, məsəl üçün, bunu hazırlayan insan qadına ithaf eləyib, yoxsa kişiyə ithaf eləyib. Çünki cinslər bildirilirdi o vaxtı. Biz buna daha sonra keçəcəyəm. Əlifba sıralı bir şamdan ayağı var ki, orada ancaq 16 dənə hərf yazılıb. Heç bir söz yan-yana gətiriləndə hardan baxsın oxunmur. Nə məqsədlə belə olduğu da bilinmir. Yəni, hələ tam çözülmür. Yəni, mistik də ola bilər, mənası ola bilər, dini bir mənası da ola bilər, bilinmir. Sonra daha kiçik şamdan ayaqları da var. Bunu öz əllərimlə düzəltdim, yazdım üstündə. Və bir dənə də keramik parça var ki, qırılıb. Orada ancaq Manas yazısı oxunur. Buna daha əvvəl 1967-ci ildə Kilimov oxuyub. Amma belə bir qərara gəlib ki, bəs orada əslində Yahudi adı, Xristian adı Manasse olub. Sadəcə böyük ehtimal Manassenin əşyasıdır, Manassenin qabı və yaxud belə bir şey yazılıb. Qırılıb sadəcə o. Bəlkə də həmin ərazi indi Mingəçevir su anbarının altında qalmasaydı, yeni araşdırmalarla, yeni qazıntılarla bəlkə daha başqa artefaktlar tapıla bilərdi. Belə, biz yəni Sinai palimpsestlərinin deşifri ilə Mingəçevirdəki tapılan yazıları da oxuduq. Hazırda istəyən kimsə gedib onu Milli Tarix Muzeyində ziyarət edə bilər. Çox gözəl. Mən bilirsiniz niyə görə bu mənim maraqlı idi? Mən hər dəfə polemika eləyəndə bu Albanlar türkdür deyənlərlə mən onlara deyirdim ki, məsələn də bu 2000 təbii ki mən bunları bilirəm. Yəni nə mən də bilirəm? Bilirəm ki, o həmin əlifba elə Alban əlifbasıdır. Sadəcə nəyi demək istəyirəm? Mən bu mübahisəni eləyəndə mənə deyiblər ki, bu o dinlərə aid bir yazıdır. Yəni bunun Albanlara aidiyyatı yoxdur. İndi məhz sizin dedikləriniz sübut edir ki, yəni Albaniya dövrünə aid epiqrafik abidələr olsun və digər abidələr olsun, hamısı oxuna bilirsə bu əlifba ilə, deməli bu Albanların özünün əlifbası idi. Yeri gəlmişkən, Cavid bəy, bu Alban həmin o Sinai palimpsesti neçənci əsrə aiddir və necə geyib düşüb ora? Sinaiyə necə geyib düşüb? Biz bu haqda Sinaiyə necə gedib düşməyi haqqında İsrailli araşdırmacıların, Yerusəlim Universitetindən araşdırmacıların bir hipotezi var. Çünki Yerusəlim Universitetində arxeoloji araşdırma aparıb Yerusəlimdə müəyyən kilsələrdə və orada Bərdə yepiskopu Purtavi yazılıb da Gürcücə, belə Bərdə yepiskopu adı verilmiş və ətrafında böyük ehtimal Qafqazlıların yaşadığı bir koloniyanın qəbristanlığı tapılıb və onlar belə təxmin edirlər ki, o vaxtı Yerusəlimə, Bizansa filan Qafqazdan keşişlərin, dindarların filan axını olub və şeydə də bu əlimizdə olan Moses Kalankatlığına aid edilən kitabda da Yerusəlimdəki kilsələrin adları keçir, Alban kilsələri adları keçir. Amma ki onun nə qədər yəni arxeoloji bir şey yoxdur, yəni bir sübutu yoxdur ki, həmin kilsələr hal-hazırda harda yerləşir və yaxud qalıntıları varmı? Çünki çox spekulativ məsələdir, üzərindən çox keçib. Amma ki bir də bu Misirdə necə gəlib çıxıb. Belə bir maraqlı bir hipotez mi deyim, teoriya var ki, bəlkə Çağrı filminə baxmışsınızdır, orada Məhəmməd Peyğəmbər ətrafdakı hökmdarlara məktublar göndərir və bu məktublardan biri də Mukavkısa gedir. Mukavkıs Qafqazlı deməkdir. Qafqazdan gələn.
və Zaza Aleksiyevin oğlu, səhv eləmirəmsə adı Tengiz Aleksiyev idi. Adını unuttum oğlunun. Onun belə bir Qafqazda təfriqə adında, dini təfriqə adında bir elmi əsəri var. O elmi əsərində deyir ki, bu Kafkas adlanan şəxs əslində Gürcüstanın o vaxtki katolikosu olmuş birinci Kiryondur. Birinci Kiryon Bizansa qaçıb ermənilərin əlindən, çünki o vaxt Sasanilər, bəli, belə bir şey. Sasanilər və ərəblər ermənilərə üstünlük verdi, çünki Bizans böyük bir rəqib idi. Və onların əlindən qaçıb Bizansa pənah gətirir və Bizans imperatoru da onu qoyub Misirin valisi. Və Misirin valisi olaraq da o bir neçə özü ilə gələn, Qafqazdan gələn bu xristian mühacirlərə kömək eləyib və bunlardan biri də mümkündür ki, Müqəddəs Yekaterina monastırında onlara belə bir sığınacaq verib və onlar da özləri ilə öz kitablarını filan gətiriblər. Bu teoriyadır, necə gəlib çıxa biləcəyi barədə fikirlərdir. Amma nə Sinay palimpsestlərində müəlliflik yoxdur, bunu mən yazmışam, deyilmir heç kim. Ümumiyyətlə o kitabda deyilmir ki, bu kitab Alban dilindədir. Alban sözü özü bir egzonimdir, yəni ki, xarici Yunanlar, Romalılar, ermənilər filan bu adı veriblər. Biz Albanların özlərini necə çağırdıqlarını dəqiq deyə bilmirik. Amma belə bir Cavid bəy, onunla mən razı deyiləm. Niyə? Çünki kifayət qədər Alban adında toponimlər var. Və üstəlik də siz dediyiniz egzonim bir xalqa aid ola bilər və uzaqbaşı digərləri ondan götürə bilər. Baxın, həm Romalılar elə adlandırır, həm ermənilər, həm səhv etmirəmsə, yox, Gürcülər də Rani adlandırır. Düzdürmü? Üstəlik yerli Alban adlı toponimlər də var. Qafqaz dağlarında Alban kəndi var məsələn. Çox böyük ehtimal ola bilər ki, bu elə yerli ad olsun. Yəni Alban adı ümumi o tayfa ittifaqının adı olmuş ola bilər. Yəni bu şərt deyil. Çünki bu yəni belə bir baxış da var və mən bunun tərəfindəyəm. Amma belə deyək də, amma açıq danışaq ki, yəni Alban adı haqqında ancaq belə Pəhləvi mənbələrində var, Arran kimi. Və belə bir fikir də var ki, Alban adı Arran adının dəyişdirilmiş formasıdır. Yəni belə də deyirlər. Bunu da deyirlər yəni. Mən burada əsas fərqliliyi şeyləmək bildim. Mən belə deyim, həm Jos Kiepertlə söhbətləşməyim, sonra Wolfgang Schulze'nin də bu barədə əslində məqaləsi var, Alban etnonimi və orada bizdə bir erməni mənbələrində keçən qarqar sözü də var. Onlar bilirsiniz, Alban əlifbasının yaradılmazını Mesrop Maştovsa aid edirlər, amma bir çox tədqiqatçı bunu şübhəli görür. Bəli, bir çox tədqiqatçı bunu şübhəli görür. Amma həmin mənbələrdə qarqar sözü keçir və qarqar adlı xalq üçün yaradıldığı barədə də bəzi mənbələrdə, erməni mənbələrində məlumat var. Amma maraqlısı budur ki, Alban, bəli, maraqlı ki, bu Sinay palimpsestlərində qarqar sözü keçir və qar sözü tayfa deməkdir və adətən Alban dilində iki söz dalbadal olursa, iki dənəli, yəni dublikatı olursa, tayfalar çoxluq mənasına gəlir, tayfalar mənasına gəlir. Qarqar, yəni ki, tayfalar, insanlar və belə bir teoriya var ki, hal-hazırda müxtəlif bir çox Qafqaz xalqının özünə məxsus adları var. Yəni, məsəl üçün, biz avarlara avar deyirik, amma avarlar özlərində belə demirlər, onların öz xüsusi adları var. Bəli, eyni sözlər, eyni adlar Qafqazdakı bir çox xalqlara, nə bilim, hətta Saxurlara da aiddir, onların da öz adları var. Və belə bir teoriya var ki, bu ola bilər ki, qarqar adı bu Albanların özlərinə dediyi ad olsun. Albaniya adı isə
bir coğrafi zona kimi Bəli. mümkündür ki, bu dağlara verilmiş. Yəni Lebanon məsəl üçün söz var. Bu Finikiya dilində dağlara ithaf verilən sözdür, LBN kökündən. Daha sonra burada məsəl üçün Latın dilində albus sözü var, ağ mənasında və bir çox Avropada yerlər var ki, Alba adı ilə adından götürülüb. Şotlandiyanın qədim adı Alba, sonra hazırda Romanada yerləşdi. Region olan Alba Longa, Balkanlardakı Albaniya ki, onların üzündən Qafqaz Albaniyası sözü yaradılıb ki, səhv salınmasın. Yəni belə bir teoriya da var ki, Albaniya coğrafiyanın adıdır. Xalqlar isə, buradakı xalqlar, yerli xalq isə özünü Qarqar adlandırıb və ki, tayfalar, insanlar. Çünki onlar özlərini görürlər də, ən birinci, hamıdan əvvəl birinci özlərini görürlər. Və digərlərində ola bilər ki, xaricilər, barbarlar, Yunanlar necə hamıya barbar deyir, elə bir şey kimi görsünlər. Təəssüf ki, bunlar ancaq teoriya şeyindədir. Çünki Sinay palimpsestləri sırf dini mətnlərdir və dini mətnlərdən başqa sekulyar mətnlər əlimizdə çox yoxdur. Ən yaxın gələndə bu Mingəçevir yazılarıdır. Biz ona görə də bildiyimiz şeylər barədə dəqiq danışa bilərik hal-hazırda. Neçənci əsrə aiddir bu Sinay palimpsesti? Yer gəlmişəm, mənim görüntümdə qırılma yoxdur, görüntü ilə səs arasında qırılma yoxdur məndə. Var. Sizin səsiniz normal gəlir, amma görüntünüz... Görüntüdə elədir, burada. Bu barədə də biraz mübahisə var. Biz Sinay palimpsestinin, yəni üzərində tarix falan yazılmayıb, adətən yazılır İncillərdə. Amma ki, biz bunu terminus antiquem deyirlər. Yəni ki, bu tarixə qədər, bu tarixdə artıq ona bir son qoya bilərik ki, bundan sonra gec ola bilməz. Bunu da əsas bu son tarixi ona görə təyin edir ki, bu Alban mətnləri yox, onun üzərində yazılan ermənicə və yaxud gürcücə mətnlər üzərindən yola çıxa bilərik. Əvvəl düşünülürdü ki, bir səhv söz oxunulmasına görə düşünürdü ki, bu 7-ci əsrə aiddir. 600 belə bir dinar sözü əvəzinə Zayzuna oxunulmuşdu və onu Aleksizcə belə bir korrektə etməyə cəhd eləmişdi ki, Mezayzuna oxunulsun. Yəni ki, Mezezius, İmperator Mezezius'un dövrünə aid. Bu da 669-cu ildir. Amma ki, bu çox problematik idi və Jos Kipertdə sonraki araşdırmasında bunu dedi ki, biz burada səhv eləmişik. Nəyə görə? Çünki İmperator Mezezius Siciliyada, sadəcə Siciliya adasında imperatorluğa iddia eləyir. Çox qeyri-adi olardı ki, dünyanın o tayında hansısa monastırda olan Alban keşişlər bu adamın imperatorluğunu qəbul eləsinlər, hakimiyyətini qəbul eləsinlər. Bu çox qeyri-adi bir şey olardı. Ona görə də bu fikirdən, yəni 7-ci əsr fikrindən daşınıldı. Daha sonra belə bir hal-hazırda başqa şeylərə, İncildə bu leksionariyaların yazılması üslubuna filan baxır ki, əsasən erməni mətnləri ilə, gürcü mətnləri ilə müqayisə olunurdu və belə bir nəticəyə gəldi ki, bu mətn 10-cu əsrdən daha gec ola bilməz. Yəni ki, maksimum 11-ci əsr, yəni 900-cü illərdə belə bunu şey eləyə bilərik, ən gec bu tarixə qoyula bilər. Çünki dediyim kimi, üzərindəki mətnlər də nisbətən təzədir və karbon, belə deyim, bu yanğın məsələsi, bu karbon, bəhs elədiyim yanğın məsələsi, bu karbonla hesablamanı, yaş verməni çətinləşdirir. Əvəzində alternativ bir üsul tapılıb ki, bu leksionariyada bu həm sözlərin yazılmağı, düzülüş ayələrin yazılması ki, bəs üslub baxımından ki, hansına uyğun gəlir. Alternativ olaraq bunu bir Etmiyaçin monastırında tapılmış və Gürcüstanda tapılmış iki leksionariya ilə müqayisə olunub
bunların yaşlarını biz bilirik ki, biri 989-cu ildir, biri də 897-ci ildir. Ermənicə olan 989, gürcü olan 897. Stil olaraq onlara çox oxşuyur və çünki Alban dilindəki İncil tərcümədir. Onlara çox oxşadığı üçün və bir ümum Qafqaz konteksti nəzərə alınır bu, necə deyim, tarixlənmək üçün. Belə bir ümumi nəticəyə gəlinir ki, bu ən gec 10-cu əsrdir, yəni 900-cü illər. Ən tez isə 7-ci əsrin sonları. Yəni ki, bu 800-900 arası belə bir düşünək, bu şey düşünək. Və bu vaxtda artıq bilirsiniz, Yekaterina monastırı da özü də xilafətdən müəyyən güzəştlər almış bir şeydir. Yəni hökmdarlar filan olar. Elə indinin özündə də Misir hökuməti çox da ora müdaxilə edə bilmir. Onların bir muxtariyyəti var idi. Ona görə belə düşünürəm ki, onlar nisbətən rahat olublar bir şey. Amma daha sonra bir diaspora qrupu nə qədər vətəndən uzaqda assimilyasiya olmadan qala bilər ki, bu bir müddətdən sonra yəqin ki, bu erməni keşişlər, gürcü keşişlər görürlər ki, istifadəsiz qalmış kitablar var və başlayırlar onu təmizləyib öz yazılarını. Bəli, yəni baha olur da, çünki o vaxta görə material əldə etmək ən belə ucuz versiyası budur. Bir də mən bir yerdə oxumuşdum ki, orada türkcə sözlər var. Çiçək sözü. Deyəsən sizin özünüzün yazılarınızda oxumuşdum, yoxsa hardansa da oxumuşdum. Çiçək sözü var. Bəli. Sonra bilmirəm hansısa sözlər var. Yəni özü bir yox, bir neçə dənədir. Bu həqiqətən belədirmi? Bəli, bu bir neçə deyil. Bu təkcə mənim nəzərimə çatmıyor. Başqa adamların da, Gözkipertin də, Wolfgang Schulze'nin də nəzərinə çatıb ki, bəs çiçik sözü var, çiçək mənasında, amma o dilində də hal-hazırda çiçik kimidir. Bunu və çox qeyri-adi bir şeydir. Çünki Alban, yəni İncildə başqa heç bir söz, türkcə heç bir şey, yəni daşımır da. Necə deyim, bir təsir daşımır. Biz bu ancaq çiçik sözünü bilirik, ən yaxında. Bu nəzərinizə çatdırım ki, bu erməni dilində salikdir, gürcü dilində kuavilidir, Yunan dilində audosdur. Yəni tamamilə dəxilsiz, bu sözə aid olmayan, onlardan tərcümə kimi də götürülmə kimi də qəbul edilməz. Bu belə başqa, yəni daha çox araşdırma olmadan dəqiq demək çətindir ki, bu çiçik sözü hardan gəlib. Düzdür, o vaxtlar artıq türklər bir dəfə Albaniyanı işğal eləmişdilər, Sasanilərlə ittifaqda ola. Həmin vaxtda türklər artıq məskunlaşmışdılar burada, Cavid bəy. Yəni bu söhbət qədər türk yaşayırdı burada. Söhbət burada həmin bu tarixi, yəni əlyazmaların tarixini nəzərə alanda da gedir və düşünmək lazım ki, həm də Misir o vaxtı 910-cu əsrdə o vaxtda onların hakimiyyəti altındaydı. Amma ki, lingvistik data əgər türklərdən söz götürülsəydi, təkcə bu sözü götürməzdi. Niyə məhz bu sözü götürür? Bir çox götürülməli başqa sözlər də olardı. Biz çətinlik çəkirik ki, bunu dəqiq deyək ki, bu məhz türk sözüdür və sual altındadır bu. Amma ki, çox ən yaxın, belə deyim də, oxşarlığı olan söz budur. Başqa bir sürü başqa sözlər var ki, iddia edirlər, amma heç birinin əsası yoxdur. Sadəcə bənzərlikdir və bunu etimoloji olaraq strukturlaşdıra bilmirlər. Belədir. Cavid bəy, bu son iki sualımı da verim. Yəni sizi daha çox yormayacağam. Bilirəm məşğulsuz. Mənə bilirsiniz nə həmişə maraqlı olub. Bu Qafqaz albanları maraqlı olub deyəndə indi əsas mən istəyirəm sizin də versiyanızı görüm. Qafqaz albanları hara yoxa çıxdı? Xüsusilə bu suala cavab verməyinizi istəyirəm ki, baxın, hər bir xalqın dillərinin bazis fondu var. Yəni siz lingvistika ilə
məşğul olduğunuza görə bunu bilirsiniz. Kök fondur. Hansı ki o sözlər heç bir yəni alınma sözlər olmur da. O sözlərin 90%-i yerli mənşəli. O xalq yarananda o sözlər də onlarla bir yerdə yaranır. Bazis fondu deyirlər də. O Svodeş cədvəli ilə xalqların bir-birinə qohumluğu o sözlər hesabına uyğunlaşdırılır. İndi mən bilmək istəyirəm, bizim dilimizin bazis fondunda Alban sözləri varmı? Yəni ana fondda da belə deyək, hansı ki o sözlər bizlə bir yerdə yaranır. Azərbaycan xalqı ilə bir yerdə yaranır. Orada Alban dilindən sözlər varmı? Yoxdur, yox. Yəni bizim ölkə dilimiz türk dilidir və Oğuz ləhcəsindən və elə bir söz yoxdur ki, Albanlar və türklər arasında, o dövrün türkləri arasında paylaşılsın. Nə Divani Lüğəti türkdə görmüşəm, nə də Sinay palimpsestlərində görmüşəm. Müasir udilərin Azərbaycan dilindən, bizim dilimizdən çoxlu götürdükləri şeylər var və şəkilçini də götürüblər. Onda bu suala cavab verin ki, Albanlar bizim etnogenezimizdə o qədər də güclü iştirak eləməyiblər, yoxsa necə? Etnogenez genetik faktoru da gərək bunda nəzərə alaq. Genetik faktorda açıq-aşkar demək üçün Azərbaycan xalqının müəyyən bir hissəsinin əcdadları Qafqaz dilində danışan Albanlar olub demək üçün biz bunun üçün gərək genetik analizlər aparaq. Bunun üçün də təəssüf ki, çoxlu məlumat yoxdur əlimizdə. Buna hal-hazırda ancaq şəxsi, belə deyim, buna marağı olan adamlar test verirlər. Tamamilə şəxsi maraqlar daxilində olur və müəyyən qruplar var bunu eləyən, amma onlar hamısı, yenə dediyim, maddiyyatı filan, bu heç bir universitetdən tədqiqat, gərək bir tədqiqat işi olsun ki, bəs entuziast adamlar hə, gərək bu əməlli başlı maddi bir dəstək olsun, ya buna universitetlər tərəfindən, ya dövlət tərəfindən ki, bəs Azərbaycan xalqının etnogenezi araşdırılsın. Məsəl üçün, həmin o Alban dövrünə aid skelet nümunələri, kəllə sümüyü nümunələri filan göndərilmişdi. Bunlardan, yəni, çox azının DNT nümunəsi qaldığı üçün ancaq birinin Şamaxının Xınıslı kəndindən tapılan DNT örnəyi göndərilə bildi və o da ki, belə çıxdı ki, həmin DNT nümunəsi müasir Azərbaycan tatlarına daha yaxındır, nəinki udilərə və bunun da böyük əsas səbəbi o ola bilər ki, böyük ehtimal biz həmişə tarix kitablarında göstərirlər ki, Albaniyanın sərhədləri gəlir Xəzər dənizindən çıxır, amma ki, ola bilər ki, ora qədər Şamaxıyacan güclə gəlib çıxsın. Çünki belə deyim, kök zonasında Maskut çarlığı olub Xəzər sahilində. Mənbələrdə birbaşa adı gedir onun. Xəzərlə Kür arasında düz mənim özümün bununla bağlı araşdırmam var. Mən göndərərəm sizə, onu da oxuyarsınız. Albaniyanın sərhədləri ilə bağlı. Albaniyanın sərhədləri bir çox hallarda Xəzərə kimi çıxır. Lakin eramızın ilk əsrlərində orada Albaniya ümumiyyətcə parçalanmışdı. Yəni xırda hissələrdən ibarət idi. Xəzərlə Kür arasında Maskut çarlığı oldu. Yəni orada da İran mənşəli, yəni keçmiş Ari mənşəli Maskutların onlar yaşayırlar orada. Alanlar falan, qarışıq tayfalar yaşayırlar orada. Yəni mən bunu deməyə çalışıram ki, bizim əlimizdə yetərli data yoxdur deyək ki, onlar bizim etnogenezimizdə, Azərbaycan türklərinin ən azından etnogenezində iştirak eləyiblər. Əgər biz tarixi biraz müasir dövrə çəksək və udilərdən danışsaq, deyə bilərik ki, bu şəkil zonasında vaxtı ilə ədadları udi olmuş, amma indi müsəlman, türk, belə insanlar çoxdur. Çünki həm genetik analizlər, şəkil zonasında olan xalq cəmaatın görürsən ki, onlara ən yaxın nəticə müasir udilər çıxır. Həm də Şəki xanlığının tarixi bəllidir də, orada müəyyən vergilər, dini pəy vasitəsilə və lezgilərin özünün hücumları vasitəsilə məcburi müsəlmanlaşdırma olub. Bu, həmin dövr üçün normal bir şey idi. Yəni, biz udilərdən danışdıqsa bunu iddia eləyə bilərik ki, Azərbaycan xalqının etnogenezində iştirak ediblər. Amma Albanlardan bunu demək, Albanlar bizim içimizdə ərirdilər filan. Bunu demək çox çətindir. Biz gərək genetik bir profilini yaradaq həmin bir xalqın birinci ki, biz deyə bilərik ki, bizim onlarla əlaqəmiz bu qədərdir.
Bizim əlimizdə genetik bir profil olmadığı üçün həmin dövrə aid çoxlu əlimizdə bioloji məlumat olmadığı üçün bunu çox çətindir iddia eləmək. Bəlkə də var, amma bunun üçün çox güclü bir maddi resurs lazımdır. Tədqiqatlara pul ayırmaq Mən lazımdır. sizə deyim bir tarixçi kimi çox azdır. Çünki niyə? O da olubsa da artıq müəyyən müddət albanlarla türklər paralel yaşayıb. Müəyyən müddət mənim fikrimə görə. 11-12-ci əsrə. Sonra zaman bu albanlar müəyyən qədər artıq formalaşmış Azərbaycan türk xalqının tərkibində əriyiblər. Hamısı yox özdə, çox az bir qismi. Müəyyən qismi gürcülərin tərkibində əriyib. Müəyyən qismi Qarabağda və digər ərazilərdə indi aydın məsələdir. Onu çox deməyək. Yəni bu ərimək üçün, bu assimilyasiya üçün, bəli, bu ərimək üçün, bu assimilyasiya üçün din faktoru çox önəmlidir. İndinin özündə Gürcüstanda Zinobiyani kəndi var, Udilərin. O idilər bu dəqiqə kimliklərini çox sürətli şəkildə itirirlər. Nəyə görə? Gürcülər də xristiyandır və onların ətrafında başqa bir Udi topluluğu yoxdur ki, qız alıb versinlər və s. Onlar kimliklərini çox sürətli şəkildə itirirlər. Amma Azərbaycandakı Udilər kompakt halda yaşadıqları üçün və ətrafındakılar da müsəlmandır, müsəlman xristiyandan çox tez evlənmir. Onlar kimliklərini daha yaxşı qoruyub saxlaya bilirlər. Yəni dinini dəyişdir, müsəlman oldun, onların gözündə olursan sən türk. Yəni o vaxtda da belə olub. Və yaxud dinini dəyişdin, oldun Qriqoryan, sən artıq erməni ilə daha çox qız alıb verəcəksən. Kimlik itir orada avtomatik. Bu yəni xalqların, kiçik xalqların taleyidir. İndinin özündə də o dilər bu dəqiqə Rusiyaya köçürlər və Rusiyada Udi məktəbi falan yoxdur. Mən çox təəssüflə deyirəm ki, böyük ehtimal biz yaxın 50 ildə bu xalqın yox olmağını görə bilərik, əgər köçüb getməyə davam eləsələr. Və albanlar üçün də bu 100% təbii ki, baş verib. Onlar din sayəsində, əgər bir alban müsəlman olursa, Farsla evlənəcək, Türklə evlənəcək, Ərəblə evlənəcək, o kimliyini itirəcək əlbəttə ki. Sonuncu sualım da budur. Bəs bu Qarabağ erməniləri, yəni bu Qarabağda yaşayan albanlar, onlar nə vaxtdan başlayaraq erməniləşdilər? Qarabağ albanları, bununla bağlı çoxlu spekulyasiyalar var. Orada həqiqətən də, yəni belə deyək, erməni olanlar da var və amma alban olub sonradan erməniləşənlər də var. Qarabağın dağlıq hissəsi. Xüsusən də bu Xaçın və digər ərazilər, orada yarım müstəqil xristiyan feodallıqları olub da, belə deyək. Onlar heç müstəqil olmayıblar. Necə ki, siz dediniz, Sinay yarımadasında Müqəddəs Yelena kilsəsinin avtonomiyası var. Eləcə də bunlar da xristiyan idilər deyənə, buradakı müsəlman əmirliklər onlara çox da dəymirdilər. Ermənilər bunu elə təqdim edir ki, güya bunlar müstəqil dövlətçilik olub. Ermənilərin özü müstəqil dövlətçilik olub. Amma mən bunu bilmək istəyirəm ki, bunu sizin hər halda bu mütəxəssis, bu proses necə baş verib? Albanlar öz dillərini nə vaxt tamamilə itiriblər və erməni dilinə keçiblər, söhbət gedir Dağlıq Qarabağdakı albanlardan. İndi Dağlıq Qarabağ dediniz, Dağlıq Qarabağ belə siyasi şeydir də, termindir. Sonradan Sovet dövründə uydurulmuş bir termindir. Mən bunu Qarabağ olaraq izah edəcəyəm. Çünki Qarabağ deyəndə mən istəyirəm ki, Mingəçeviri də, Bərdəni də filan, onları da qatın bu söhbətin içinə. Çünki Dağlıq Qarabağ deməklə çox limitləndiririk. Əvvəla Udilərin Əvvəla mən bu səyyahların və tədqiqatçıların, Rusiya imperiyası dövründəki tədqiqatçıların Udilərin arasında araşdırdığı mövzulardan eləmək istəyirəm və onlar Şefner, səhv eləmirəmsə, Nikolay Mar, bunlar Udi folklorunda araşdırma apararkən görürlər ki, Udilər deyirlər ki, bizim qədimdə Bərdədə bir öz dövlətimiz olub və o dövlət dağılandan sonra hərəmiz bir tərəfə parçalanmışıq. Burada hiss olunur ki, Bərdə deyəndə bu qədim Bərdə mərkəzli Albaniya dövlətinin uzaq bir xatirəsidir. Adı nə idi əsər? Mənim özümə də maraqlıdır, ona görə. Əsər yox, mən tədqiqatçıların adını demək istəyirəm və bu məlumatı vermək bir dəqiqə cavab ver. Bir də mən araşdırım. Söhbətin ən maraqlı yerinə gəldik. Həqiqətən də bu mənim üçün çox maraqlıdır. Bunun Zaryadkası ölməsin. Belə yerdə oturmuşam ki, adı nə idi əsərin? Bir dənə zəhmət olmasa.
İndi mən bu mən indi təzədən sizə deyim. Bu tədqiqat deyirəmdir. Biz UDİ-lərin arasında tədqiqat aparmış səyyahlardan bilirik ki, bəs UDİ-lərin arasında belə bir əfsanə olub ki, UDİ-lər Qarabağdan gəlirlər. İndi mən sizə dəqiq sitat gətirəcəm. Karl Edward von Eichwald. Bu Almanca yazıb bu əsərini. O şeylərdən danışır. Bu Şəki zonasına səyahət eləyir və oradan hardasa bu xanlıqlar dövründə yerli əhali ilə danışır. Məsəl üçün deyir ki, xanlıqlar dövründə. Xanlıqlar dövrü deyəndə ki, Rusiya imperiyası, Çar Rusiyası, amma onlar xanlıqlardan danışırlar. Deyir ki, İraklinin hakimiyyəti dövründə, 2-ci İraklinin hakimiyyəti dövründə Şəki xanları ilə yaxşı əlaqəsi var idi və UDİ-lər üçün söhbət Vartaşendən gedir. Vartaşendəki indiki Oğuz şəhəridir, bilməyənlər üçün deyir. Ora öz keşişlərini göndərir. Və Rusiya hakimiyyəti başlayanda, Ruslar bölgəyə gələndən sonra artıq bu Gürcü keşişləri getmir. Artıq Gürcü dövləti yoxdur çünki. Və Rus keşişləri də gəlmədiyi üçün erməni keşişləri getməyə başlayır Vartaşenə. Və Karl Edward von Eichwald belə bir rəy yazır, verir ki, bəs buranın cəmaatı o dildə elə bir dildə danışır ki, nə tatar dilinə, nə erməni dilinə, nə gürcü dilinə oxşuyur. Onlar özlərinə UDİ deyirlər və onlar düşünürlər ki, Qarabağda məhv olunmuş Bərdə şəhərindən gəliblər. Amma onlar deyə bilmirlər ki, dəqiq nə vaxt baş verib və yaxud deyə bilmirlər ki, o vaxt hansı dinə inanıblar. Amma demək mümkündür ki, o vaxt Yunanların dininə inanıblar. Hal-hazırda yəni bu yazıb və ona hətta mən Karl Edward von Eichwald bu yazıb və ondan sonra bu Karl Edward Eichwald yaşayıb 1795-1876-cı illər arasında və onun səyahətnaməsi yayımlanıb, Alman dilində yayımlanıb o səyahətnamə. İndi mən o Alman dilindəki kitabı da Xəzər dənizi və Qafqazlara olan səyahət 1825-1826-cı ildə Xəzər dənizi və Qafqazlara olan səyahət Ştuqartda yayımlanıb bu kitabda. Bu məlumat yer alıb. Yəni UDİ-lər o vaxtı uzaq bir xatirə, ən azından onların folklorunda, yaddaşında qalıb ki, bizim dövlətimiz nə vaxtsa Bərdə tərəflərdə olub, Qarabağ tərəflərdə olub. Yəni dediyim kimi, bu Mingəçevirdə kilsə tapılıb, bu artıq Qarabağın şimal zonasıdır. Belə geniş xanlıq baxımından, Gəncə Qarabağ xanlığı götürsək, məsələn, o Səfəvilər dövrünün əyaləti kimi. Və Bərdədə də dediyim kimi, həm bu Moses Kalankatlıya aid edilən kitabda da yazılır ki, Türk ordusu Bərdəyə gəlir, Katolikos Göytürk şahzadəsi ilə görüşür və ümumiyyətlə paytaxt sonradan Bərdəyə köçürülür. Mərzbanlığın da həmişə paytaxtda olub ora. Hal-hazırda yəni bizim əlimizdə Dağlıq Qarabağdan çox Bərdə və ətrafı haqqında Albanların yaşadığını, bu dili danışdığını demək olar. Çünki orta əsrlərdə də ərəb müərrixləri, tarixçiləri deyiblər ki, Arran dili danışılır zonada. Bəli. İbn Havqal deyir ki, Bərdə və ətrafında Arran dilində danışırlar. Bəli. Və bu Kilikiyalı erməni tarixçi Hetum, o artıq Elxanilər dövründə, Monqollar dövründə yaşayıb. O da deyir ki, bəs Qafqazda Alban dili danışılır. Amma o dəqiq demir Qarabağ. Bəli, amma o dəqiq demir Qarabağ dili, Qarabağ yoxsa Şimali Qafqaz. O dəqiq şey demir, Qafqaz bu zona deyir sadəcə. Alven yazılır, Alven. Fransız dilində belə yazıb. Amma heç sonra ki, bu ermənicə Alvan sözünün transkripsiyası. Və bir də Qarabağdakı məliklərdən, bunu Raff yazır öz xəmsə əsərində, Qarabağdakı məliklərdən bir nəsil Talış məlikləri səhv eləmirəmsə, Talış Gülüstan Talış eyni şeydir. Gülüstan məlikləri
Niç kəndindəndirlər. Və bu amma çox qədim bir tarixdə yox, daha yeni belə Səfəvilər dövründə baş vermiş bir köçdür. Məlik Bəylərov yoxsa Talış Məlik. Bəylər, bəli. Onlar Nicdən köçmüş Udidilər. Bizim əlimizdə belə məlumatlar var. Amma ki Jos Gifford, Wolfgang Schulze və Sinay palimpsestləri əsərində burada bir dildən əlavə bir tarixi əfsanələrin köçürülməyi adında bir teoriyaları var. Onlar belə deyirlər ki, bu hal-hazırda Qarabağda Kiş kəndi var. Bu Şəkidəki Kiş kəndinin sonradan belə deyim, güzgüsü kimi adı salınmış yerdir. Və bu Albaniyanın tarixi əsərində bir çox necə deyim, müqəddəslərin sümükləri filan tapılır və onlar hamısı Qarabağ zonasındakı kilsələrdə bastırılır və Zaza Aleksiyevin və də Jean-Pierre Maye'nin teoriyası budur ki, sonradan Erməni kilsəsi Alban kilsəsinin hakimiyyətini ələ keçirəndən sonra Alban əfsanəsinin köçürülməsi, Qarabağa köçürülməsi prosesi başlayıb. Yəni ki, çünki dövlətin mərkəzi də o zonaya köçürülmüşdü axı. Ona görə də müqəddəs yerləri də ora köçürüblər. Yəni Kişdəki kilsəni köçürüblər, Xocavəndəki Kişdə və bu Havari Yeliseyi gətiriblər bu yenə o Qarabağdakı Yelisey monastırına. Sonra bu Grigorisin əslində böyük bu Ermənistanı xristianlaşdıran Grigorinin nəvəsidir də. Onu Albaniya katolikosu kimi düzəldiblər. Halbuki əslində onun katolikos kimi bir titulu olmayıb. Yəni ki, mənbələrdə bu keçmir. O ancaq Albaniya sərhəd zonasının göndərilmiş kimi şey olur. Amma sonradan erməniləşmə prosesi baş verəndə bu əfsanəni də ona görə belə necə deyim, sintez eləyiblər. Tamam. Yəni ki, tədqiqatçıların, Zaza Aleksiyevin, Jos Gifford'un filan teoriyası odur ki, Qarabağ zonasında, xüsusilə dağlıq zonasında əhali, Alban erməni əhalisi qeyri-bərabər paylanıb. Və bu Alban dilinin dövlətləşmə prosesi heç vaxt baş tutmayıb. O yəni dövlət dili olmayıb heç vaxt. Bizim yəni Alban dövrünə aid heç eşitmişsiniz ki, burada pul, hansısa sikkə tapılsın, onun üstündə Alban hərflərinə yazılsın. Tapılanların hamısı Pəhləvicadır. Yəni o dövrün Sasanilər, yəni o dövrün dili də, dövlət dili bu olur. Albaniyanın müstəqil dövlət olduğu ilə bağlı, bildiyimiz formada dövlət olduğu ilə bağlı. Bəli. Dəqiq sübut yoxdur. Burada olanların o Cavanşir falan hamısı, mən sizə deyim, yəni siz də bilirsiniz özünüz, mən də izləyicilərim üçün deyim ki, əslinə qalsa, onlar çox böyük ehtimal ki, Pəhləvilər, Parfiyalılar, əvvəl Parfiyalılar, bu Arşakilər, onların bura təyin etdiyi canişinləri idi. Sonradan isə adı nədir bu? Sasanilər. Sasanilər tərəfindən bura təyin olan canişinlər idi. Sadəcə təbii ki, feodalizm dövründə feodalların müəyyən qədər müstəqilliyi olur. Daxili müstəqilliyi ola bilir. Yəni sadəcə Alban tarixidir ki, onları müstəqil dövlət başçısı kimi təqdim edirlər. Belə idi. Bəli. Ona görə onların adlarında heç bir təbii ki, pul ola bilməzdi. Bəli, indi bu xronoloji belə bir davamiyyət qurulmaq üçün restavrasiya eləmək istəyirlər ki, bəs Albanların tarixi həqiqətən də o kitabdakı kimidir. Böyük ehtimal deyil. O bir çox belə özü belə erməniləşmiş bir şeydir, kitabdır, amma bir neçə belə deyim şey var ki, ipucu var ki, ola bilsin ki, onun orijinalı Alban olub. Nəysə, mövzumuzdan yaranmayaq. Bu kitabın özü də bilirsiniz, ermənicə dövrümüzə gəlib çatıb və böyük ehtimalla burada ermənilər artıq əhalicə çoxluqda olduğu üçün və Alban əhali heç vaxt dövlət səviyyəsində bir millət olmadığı üçün, necə deyim, aydındır. Bir konsolidasiya olmayıblar da. Onlar heç vaxt
daha güclü bir yerə çatmırlar. Ona görə də erməniləşmə gedib. Əfsanələrdə də bu erməni kilsəsində olan müqəddəslərin sayı, onları qalıqları daha çox tapılmağa başlayıb. Amaras daha çox üstünlük eləyib. Hətta kilsənin mərkəzi özü köçürülür Dağlıq Qarabağda bu Xaçın məliklikləri dövründə və hətta daha sonra bilirsiniz Cavanşirin olan qalan qohumları da öldürülür və sırf kürəkənlik xətti ilə erməni nəsli hökmdarlığı başlayır. Özlərini Albaniya çarı kralı deyirlər, amma fakt artıq erməniləşmişdilər. Və görünür ki, Albanlar heç vaxt imkan tapmayıb ki, Qarabağda bir çoxluq halına gəlsinlər. Bu, yəni tarixi proses, o pəncərə çox az olub. Ərəblər gəliblər və bitdi. Gəlin mən onunla razılaşmayım. Yəni əlimizdə lingvistik data olmadığına görə mən bildim, amma gəlin bununla razılaşmayım mən. Niyə görə? Çünki Dağlıq Qarabağda, məhz o Qarabağ hissəsində, orada məsələn antik müəlliflərin, yəni onların məlumatları var, orada yaşayan tayfalarla bağlı və elə erməni müəlliflərinin özlərinin də məlumatları var. Və orada yaşayan tayfaların heç birinin, yəni əksər adları çəkilir onların. Məsələn, Savdeylər və s. və ilaxirə. Və mütləq əksəriyyət Albanşünas hesab edir ki, onlar Qafqaz mənşəli idi. Yəni Alban mənşəli idilər. İndi düzdür, müəyyən dövrdə ora əlbəttə ki, erməni şahlığının tərkibində olub və işğal ediblər, olub, sərhədlər dəyişib edib, o düzdür. Amma yəni orada erməni çoxluğu olmayıb. Erməni çoxluğu, Albanlar yaşayıb orada, amma bu Albanlaşma prosesi sizin dediyiniz kimi, yəni o din pərdəsi altında gedib. Din, yəni xristiyan monofizit kilsəsinin tərkibinə keçdikdən sonra Alban dili də get-gedə ərməyə başlayıb. Təşəkkür edirəm sizə. Mən bunu buyurun. Də əlavə edeyim. Mən bunu nəyə görə deyirəm? Çünki bizdə Sinay palimpsestində çoxlu ermənicə sözlər var və görünür ki, bu İncil erməni dilindən tərcümə olunub və orada təkcə ermənicə sözlər yox, gürcücə, süryanicə bir çox söz var. Bu göstərir ki, artıq bu kitab yazılanda ermənilərlə çoxlu böyük bir lingvistik alış-veriş olub. Məsələn, Vardapet sözü. Vardapet sözü məsəl üçün bizim indi də ermənilərin dediyi, istifadə elədiyi sözdür. İncildə bunu çoxlu istifadə olunur. Bir çox ermənicə, gürcücə sözlər var. Süryanicə sözlər daha çox yer adlarıdır. Yəni Yerusəlim və yaxud İncildə keçən yer adlarıdır. Bir də insan adlarıdır niyəsə. Amma ki, görünür ki, erməni dili ilə, gürcü dili ilə çoxlu alış-veriş olub. Və mən düşünmürəm ki, bu erməni dili ilə alış-veriş Kürün bu tayında, sol tərəfində, Qafqaz tərəfdə olub. Mütləq o Qarabağda olub o alış-veriş. Mən inanmıram ki, ermənilər tərəfə keçə biləcəyə qədər güclü olublar. Bu mən dediyim bu dinlər erməni adlanırdılar amma. O dinlər 20-ci əsrin əvvəllərinə kimi erməni adlanırdılar. Yəni erməni dilində yox, bu şeydən bu kilsəyə görə elə oldu. Əlbəttə ki, onlar özlərini erməni deməyiblər, kilsəyə görə olub. Bu teoriya, yəni mən onu demək istəyirəm ki, mən özümü tarixçi adlandırmıram. Bu mənim bu müəlliflərə istinad edirəm. Jean-Pierre Mahe, Zazalik. Sizcə onların rekonstruksiya elədiyi hekayə budur ki, həmin bu 428-451-ci illərdə bu Sasanilər ki, Romalılarla bölüşdürürlər bu Armeniyanı. Orada bir bölgədə Albaniyaya düşür. Çünki o Sasanilərlə müttəfiqdir, həm də qohumluq əlaqəsi var. Sadəcə ondan sonra ideya budur ki, ermənilər belə mübarizə göstərirlər bu siyasi bölünməyə bir növ və Albaniya orada heç vaxt öz təsirini yaya bilmir və illər sonra, bu əsrlər sonra deyək hətta, bu əfsanə, Yelisey filan hamısı erməniləşirlər. Və burada biz dəqiq deyə bilmirik ki, nə vaxt bu erməniləşmə başlayır. Problem budur ki, biz bu erməniləşmənin tarixini nə vaxt deyə bilmirik. Çünki ermənilərin bu Moses Xorenli
kimi onların əsərlərinin əl yazması çox sonradan tapılıb. İndi bilmirəm ki, orada nə qədər əlavələr olur, filan olur. Bu Yox. ermənilərin Katolikоsu, hətta Simeon, Yerevanlı Simeondur deyəsən, Səfəvilər dövründə yaşayıb. Amma O belə bir öz, şey də deyim. Məsələn, 18-ci əsrdə Pyotra Udinlərin məktubu var. Əlbəttə o. Mən onu bilirəm, mən tərcümə eləmişəm. Biz Albanıq və özdə Qarabağ erməniləri idi onlar. Onlar Qarabağ erməni deyəndə, yəni o dövrdə artıq erməni idilər. Təbii ki, o dövrdə erməni idilər. Artıq erməniləşmişlər, amma bilirdilər ki, Udindirlər. Onlar bilirdilər ki, Udindirlər, Qarabağda yaşayırlar və Pyotra məktubunda deyirlər ki, ondan xahiş edirlər ki, gəlin bu xristianları müsəlman zülmündən xilas edin falan. Orada deyirlər ki, biz Udiyik, amma Albanıq. Belə deyirlər. Sonra yəni Mixtar Qoş var. Mixtar Qoşun ona sual verirlər ki, Albanlar haqqında danışır da o, Gəncədə yaşayıb o. Albanlar haqqında ona sual verirlər. O deyir ki, Albanlar məsələn onun öz əsərində var. İndi deyir, mən Albanlar haqqında danışacağam, əsərində qeyd edir. Albanlar bizlə birdilər, belə gedir də, birdilər və eyni xristiandılar, bunlar haqqında belə danışır. Və başlayır Alban tarixini, necə ki, o Musa Kalankatlıdakı Alban tarixi onu sadalamağa. Ona görə mən düşünürəm ki, indi sizin fikriniz bilmirəm, mən düşünürəm ki, bu hardasa 12-13-cü əsrə qədər mənə elə gəlir ki, onlar öz dillərində danışıblar, lakin 12-13-cü əsrdən sonra görünür ki, bu Monqol çağında, mənə elə gəlir, Monqol çağında ki, bu xristianlar zatlar hamısı bu dağlıq ərazilərə, bu dağların başına hamısı yığılıblar. Çox böyük ehtimal ki, ermənilərlə, düzdür, ondan qabaq da qarışmışdılar, ondan qabaq da artıq bunların dilləri ermənilərdən götürmüşdü. Mənə elə gəlir ki, həmin dövrlərdə qarışma baş verib daha çox və Albanlar öz dillərini itiriblər. Aha, bu məktubdan danışdınız. Mən orada onu demək istəyirəm ki, məktubda əslində o coğrafi adı dəqiq bilmir. Biz bilirik ki, Qafqazdan ünvanlanıb bu. Biz bilirik ki, erməni dilində yazılıb, amma yazılıb ki, bunun tərcüməsi əslində açıq kitabda ingiliscədir. Caucasian Albania A Historical Handbook. Bu açıq yayımlanıb. Wolfgang Schulze və Roskipper tərəfindən yazılmış Caucasian Albanian and Modern Udi, yəni Qafqaz Alban dili və müasir Udi məqaləsində burada tərcümə edilib, yazılıb ki, orada deyilir, biz Albanıq və Udiyik. Erməniyik demir orada. Sonra orada bir çox başqa şeylərdən danışır, Yeliseydən filan danışır. Amma o deyim ki, bu Simeon, Keşiş Simeon, Katolikos Simeon, erməni Katolikosu Səfəvilər dövründə yaşayır. O öz Cambır və yaxud Divan əsərində qeyd edir ki, bu Albanların tarixi kitabını yazanlar, ermənilər onu saxtalaşdırıblar. Albanlar o kitabı saxtalaşdırıblar deyir. Bunu təsəvvür edin, hal-hazırda bizim müasir... Səfəvi dövründə yazır. Səfəvi dövründə yazır Katolikos, deyir ki, bu Albaniyanın kitabını yazan kimdirsə, onu saxtalaşdırıb. Amma bunu Alban keşişlərin üstünə atır. Amma bizim tarixçilər hal-hazırda onu erməni keşişlərin üstünə atır, ermənilərin üstünə atır. Bu Alban Katolikosu onu niyə deyir? Çünki bu Albaniyanın avtokefallığı, xristianlığın onlara ermənilərdən yoxsa birbaşa Yerusəlimdən gəlmək məsələsi var axı. Bu ermənilərə sərf eləmir də. Ona görə deyir. Çox maraqlıdır ki, həmin əsərdə nə qədər erməniləşdirilməyə çalışılsa da, müəyyən orijinal mətnlər qorunub saxlandı, tərcümə halında belə olsa və bu adam Katolikos onu görür və onu bir problem kimi görür. Bizim ən böyük bu tarixçiliyə, Alban tarixçiliyinə filan gələndə mən hələ də buna təəssüf edirəm. Ən böyük problemimiz odur ki, bizim orijinal dil mənbələrlə işləyən, bu dili bilən, yəni ki, erməni dilini dəqiq bilən adamlar yoxdur və bu bizim ən böyük bu işlə məşğul olan kimdir? Ziya Bünyadov o vaxtı. O əsərlərini Sovet jurnallarında filan yazıb. Mənə elə gəlir ki, bu hal-hazırda başqa bir akademik dövrdəyik. Bu
həmkarlar gərək o əsərlərə rəy versin, yoxlasın və bu ictimaiyyətə açıq olsun. Mən indinin özündə hələ də Sovet dövründə yazılmış elmi əsərləri tapmaqda çətinlik çəkirəm. Çünki açıq deyil də o. Gərək Bakıya gedim hansısa kitabxanada belə bir araşdırım, skanını götürüm filan. Siz bir dəfə Mənə yazmışsınız ki, gəlir ki, Vatikan arxivindən götürə bilirəm, amma Milli Kitabxanadan götürə bilmirəm. Onu oxumuşdum. Hə. Mən bunun üçün ayrıca proqram yazdım hətta. Mənim düşünürəm ki, bizə bu dəqiqə ən çox lazım olan Azərbaycan tarixçiliyi ilə maraqlanan, istər Qafqaz şeyi, bu spekulyasiyalardan qurtulmaq və yaxud daha səviyyəli, daha sağlam müzakirə aparmaq üçün gərək bizdə bu araşdırmalar beynəlxalq elmi jurnallara göndərilsin. Bu alimlər tərəfindən belə deyim, diskusiyaya açıq olsun. Bizim müzakirələrdə, məsələn, bu gün sizinlə elədiyimiz müzakirə kimi, siz mənimlə razı olmadınız, mən sizinlə razı olmadım müəyyən şeylərdə. Belə bir sağlam debat mühiti yoxdur. Hamı siyasi bir şey axtarır. O saat siz mən deyil, məni qanatlarsınız. Mənim istədiyim budur ki, bunu yaradaq ölkədə. Mənim istədiyim budur. Bunu düşünürəm ki, sadəcə biz daha belə akademik bir çərçivəyə sığışdırmalıyıq ki, həm bizim elmimizin keyfiyyəti artsın, həm gələcək nəsillər üçün də təbii ki, bu vacibdir. Bəli. Son sözünüz istəyərdim eşidim Cavid müəllim. Buyurun. Son sözüm olaraq onu demək istəyirəm ki, mən bütün Azərbaycan tarixçilərinə səslənirəm ki, biz sentimentallıqdan, emosiyalardan qurtularaq daha rasional, belə soyuq başlı düşünməliyik və akademik olaraq öz araşdırmalarımızın nəticələrini göstərməliyik. Mənbələri ilə, bunlar yoxlanıla bilən mənbələr olmalıdır. Və ümid edirəm ki, nə vaxtsa bizim tarixçilərimiz bu siyasi, emosional bu bağlardan qurtularaq öz müstəqil tədqiqatlarını apara biləcəklər. Çox təşəkkür edirəm Cavid bəy. İnşallah ki, belə müzakirələrimiz siz əgər vaxtınız olsa davam eləyər. Mənə çox xoş oldu sizə bilmirəm necə. Təbii ki, indi müəyyən məqamlarda razılaşmadığımız məqamlar da olmuş ola bilər. Zaten bizim də bayaqlar dedim, məqsədimiz odur ki, ictimaiyyətə göstərək tarixi diskurs necə olur. Həmçinin tarixi, necə deyərlər, bu peşəkar tarixi yanaşma necə olur, onu göstərək. Elə bizim bu tarix institutunda oturan əməkdaşlara da göstərək ki, tarixçi mən belə istəyirəm deyib, ona uyğun dəlillər tapmalı deyil. Tarixçi konkret dəlillərlə işləməlidir. Necə ki, Cavid bəy. Görürsünüzmü? Yəni, deyir 2 dənə simvol biz bilmirik, ona da biz fikir bildirə bilmərik. Belə olmalıdır. Başqa bunun alternativi yoxdur. İnşallah növbəti keyfiyyətli müzakirələrdə görüşənə qədər sizə də bir daha təşəkkürümü bildirirəm. Siz isə kanala abunə olun, like düyməsini sıxın və paylaşın ki, çox adam bundan xəbər tutsun. Sağ olun. Çox sağ olun Cavid bəy. Sağ olun.